Ayı, günəşli havada gəzməyə çıxmısan? Ehtiyatlı ol, sandıq. Görəsən nə var sandığın içində? Bu papaqları giyin və 4 tapşırığı yerinə yetir. Hər papağı giyindikdə sən yeni xüsusiyyətlər öyrənəcəksən. 1. Göy papaq. 2. Yaşıl papaq. 3. Sarı papaq. 4. Qırmızı papaq. Maraqlıdır. Aynı hansı macəralar gözləyir bu 4 papaqla? Ayı çox qorxur. Nə edəcəyini bilmir. Birdən yadına sehirli papaq düşür. Tez çantasını açır. Ayı papağı taxır və çox cəsarətlənir. Artıq o bütün körpülərdən rahat şəkildə keçə bilər. Unutma ayı, cəsarət səni həmişə irəli aparar. Növbəti tapşırığı yerinə yetirmək üçün ayı yola düşür. Bu da nədir? Taxtalar suyun qabağını kəsib. Balıqlar çayı keçə bilmirlər. Çantadan çıxan yaşıl papaq ayını yardımsevər və güclü edir. Artıq ayı ən ağır taxtaları belə qaldıra bilər. Çünki onun məqsədi balaca dostları olan balıqlara kömək etməkdir. Birinci taxta getdi. İkinci taxta biraz ağırdı. Üçüncü taxta, sən də gəl. Artıq yol açıqdır. Yaxşı yol sizə balıqlar. Əsl güc başqalarına yardım edərkən yaranar. Yola davam etmək vaxtıdır. Qarışqalar, hara gedirsiniz? Necə böyük ağacdır. Nə qədər armud var üstündə. Ayı, sən də deyəsən biraz acmısan. Ağacı sirkələyib yerə düşən armudlar toplaya bilərsən. Arılar. Ayı, arılar var. Qaç ayı, qaç. Deyəsən getdilər. Görəsən nə etmək olar armudları yemək üçün? Biraz səbr edib gözləsən, bəlkə arılar gedər. Həyatda ən gözəl nəticələr səbirlə əldə edilənlərdir. Nəhayət. Artıq armudları toplaya bilərsən. İstəyirsən biraz tələs. Arılar hər an geri qayıda bilər. Nə çox armud toplamısan? Yəqin evə aparırsan. Hər gün birini yesən daha yaxşı olar. Kimlər var orada? Başqa ayılar oyun oynayırlar. Bəlkə sən də onlarla oynayasan. Utanıb gizlənmə ayı. Dost olmaq bir-birin olduğu kimi qəbul edib, heç nədən utanmadan, ürəkdən paylaşmaq deməkdir. Aferin sənə ayı. Dostlarınla armudları paylaşmağın çox gözəl hərəkətdir. Papaqların öz sahiblərini seçmək vaxtı gəldi çatdı. Sarı papaq səni səbirli edəcək. Qırmızı papaq səni çox cəsarətli edəcək. Yaşıl papaq səni yardımsevər və güclü edəcək. Artıq hər birinizin özünə məxsus gücü var. Dostluq bir küzdə ulduz kimi parlayar. Bir yerdə güldükcə dünya gözəl olar. Gəlin əl-ələ verək dost olaq hər zaman. Birlikdə böyük sevinç dolu bir aləm.